Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Əgər siz də kök və şəkilçi bölməsində çətinlik çəkirsinizsə, bu video sizin üçündür. Gəlin baxaq, kök və şəkilçiyə çətinliklə ayırdığımız sözləri sizin üçün seçmişəm. Belə baxanda, yəni o qədər də çətin görünmür. Amma ikili məna daşıdığı üçün biraz testlərdə qarışdırırıq. Bəs yaxşı, deyək ki, necə ikili məna daşıyır? Əlbəttə ki, biz bir sözü hər zaman bir cürə təhlil etmirik. Yəni, həmişə bir söz bir formada kök və şəkilçiyə ayrılmır. Müxtəlif formalarda biz onun təhlillərini görə bilərik. Təbii ki, bütün sözlərə aid deyil. Elə söz var ki, onun yalnız bir təhlil forması olur. Elə sözlər var ki, biz onun 2, 3, hətta 4 təhlil formasını görə bilərik. Amma bu sözlər ikili təhlil olunan sözlərimiz sırasındadır. Yaxşı, mən yazmışam bura birinci daşlaşmaq sözünü. Bəs daşlaşmaq deyəndə mənim ağlıma ilk hansı məna gəlirsə, gəlin birinci onu təhlil edək. İki dənə mənası var dedik. Birinci mənanı mən daşlaşmaq deyən kimi ağlıma uşaqların bir-birinə daş atmağı gəlir. Gəlin yazaq, daş atmaq. Yaxşı, mənanı yazdıq. Bəs təhlil necə olacaq? Təbii ki, sözün kökünə baxırıq. Ümumiyyətlə, bir sözü kök və şəkilçiyə ayıranda yadınızda saxlayın. Kök və şəkilçi arasında məna əlaqəsi olmalıdır. Hər hansısa bir məna bağlılığı yoxdursa, yəni siz artıq o sözün kökünü, məsələn, daş yox, tutaq ki, daşlaş götürəcəksiniz. Amma baxıram, görün mənim daş sözüm daşlaşmaqla məna əlaqəsinə girirmi? Yəni uyğunluq varmı bir-birinə? Təbii ki də ki, uşaqlar bir-birinə yerdən daş götürüb atırlar da. Ona görə də daş sözün kökü, indi burada dayanıram. Laşı bütöv götürəcəm, yoxsa hissələrə ayıracam. Deyərsiniz ki, müəllim, necə ayırırıq ki? Ümumiyyətlə yadınızda saxlayın. Laş və lan şəkilçiləri iki formada təhlil oluna bilir. Həm bütövlükdə leksik şəkilçi kimi götürə bilərsiniz, həm də la hissələrinə ayrı leksik, ş və n hissələrini isə ayrı leksik vurğulaya bilərsiniz. Məsələn, elə mənim yazdığım bu mənada bölünəcək. Niyə görə? Gəlin məntiqlə baxaq. Mən uşaqlara daşlamaq, yəni daş atmaq üçün onları birinci daşlamalıyam da, yəni daşla vurmalıyam ki, biz bir-birimizə qarşı şəkildə daşlaşmış olaq. Yəqin ki, fikrimi çatdıra bilirəm. Yəni, uşaqlar bir-biri ilə daşlaşmaq üçün, yəni qarşı-qarşıya bir-birlərinə daş atmaq üçün birinci bir-birlərini daşlamalıdırlar. Yəni, mən bu la hissədən sonra ən rahat variantı deyim sizə. Maqmək, məslərin şəkilçisini əlavə edib deyə bilirəmsə, daşlamaq sözü həqiqətən də var. İki uşaq bir-birini daşlayır, sonra qarşılıqlı şəkildə daşlaşırlar və ş şəkilçisi də qarşılıq birgəlik növün şəkilçisidir burada. Və təbii ki, hər birimiz də bilirik ki, maq şəkilçisi məslərindir və qrammatik şəkilçidir. Deməli, bu formada təhlil olunacaqsa, mən la-nı ayrı, ş-nı ayrı vurğulayacaqsa, deməli, daş atmaq mənasını verəcək. Bəs yaxşı, gəlin ikinci mənama baxaq. Deyirəm ki, hər hansısa bir qabın dibi daşlaşmışdı və yaxud da beton o qədər qalmışdı ki, artıq daş bağlamışdı, daşlaşmışdı, bərkimək mənasında. Bəs yaxşı, onda necə təhlil olunacaq? Burada daşlaşmaq sözünü bərkimək mənasında vurğulasaq, artıq laşı parçalamayacam. Yəni, bir şey bərkimək üçün bir-birlərinə daş atmırlar ki, kök daş olaraq qalacaq. Burada bir problemimiz yoxdur. Bizim şəkilçi ilə problemimiz var. Artıq mən bərkimək mənasını yazsam, mütləq dərəcədə nə etməliyəm? Bu laşı bütöv götürməliyəm. Yəni, daşlaşmaq sözünün bildik ki, iki mənası var. Uşaqların bir-birinə daş atmağını olsa, daşlaya bilirlər deyə bir-birlərini la-nı ayıracam. Bu da dedim hansı məqamda? Maq əlavə edib deyə bilirəmsə və o mənaya uyğun gəlirsə. Yox, əgər gəlmirsə, bərkimək mənasını verirsə, yəni burada qarşılıqlı şəkildə bir iş görülmədiyinə görə avtomatik olaraq laş şəkilçisini bütöv götürəcəm. Bu sözlər də onlara aiddir. Gəlin baxaq. Yağlanmaq. Bir var deyirəm ki, məsələn, maşın yağlandı. Yəni, maşına yağ vururlar və yaxud da bayram olmasın, yəni istənilən vaxtda hansı bir qoğal bişirəndə qoğalı yağlayırıq.
yəni yağlanılan qoğal olanda biz onu yağlayırıq, sonra qoğal yağlanır. Yəni tutaq ki, yazaq ki, qoğalın yağlanması mənasında. Qoğalın yağlanması. Yaxşı, bəs bunu necə təhlil edəcəyik? Bax, hələ bayaq dedim. Təbii ki də kökümüz yağ olacaq. Çünki yağ olsun ki, mən onu başlayım yağlamağa. Yəni baxıram ki, köklə şəkilçilərim arasında məna əlaqəsi var. Bəs indi mən bu lanı böləcəm, yoxsa bütöv götürəcəm? Yəni hissələrə ayıracam mı? Təbii ki də ayıracam. Çünki bir qoğal birinci yağlayarsan, qoğalı kiminsə tərəfindən olar bu iş. Sonra yağlanar və Magda qrammatik şəkilçisi olacaq. Yəni mən qoğalın yağlanması üçün birinci özüm onu yağlayıram ki, sonra yağlanır. Bəs yaxşı, desəm ki, saçım yağlandı, bu artıq ikinci mənadır. Saçım yağlandı. Bunda nə edəcəm artıq? Aha, bunda nə edəcəm? Təbii ki də lan şəkilçini bütöv götürəcəm. Niyə? Çünki mənim saçımı heç kim gəlib yağlamır. Saç öz-özünə yağlandığına görə, özü öz üzərində prosesi gördüyünə görə artıq lanı burada bütöv şəkildə götürəcəyik. Bəs yaxşı, daha doğrusu üçüncü sözümüzə baxaq. Sulanmaq mənasını. Bir var deyirəm, ağaclar sulandı. Yazaq. Ağaclar sulandı. Yaxşı, sizcə ağac sulanmağı üçün kiminsə tərəfindən sulanar da birinci. Kökümüzü götürürəm su və burada artıq lan şəkilçisini böləcəm. Niyə? Dedim ki, kimsə sulasın ki, bu ağacları. Sonra bu ağac sulanmış olsun da. Yəqin ki, aydın olur fikrim. Yaxşı, yəni kiminsə tərəfindən görülür bu iş. Ondan sonra ağac artıq sulanmağa başlanır. Bəs yaxşı, başqa mənası nədir? Meyvənin şirələnməyi mənasında. Məsələn, meyvə şirələndi, yəni sulandı mənasını bildirəcək. Yəni, məsələn, artıq bir alma, bir armud yetişməyə başlayıb, o öz içərisindən şirələnməyə başlayıb və buradan sulanmaq mənasını götürürük. Və burada isə heç kim almanın içini açıb və yaxud da armudun içini açıb onu sulamır. Artıq özü etmiş olur bu prosesi, yəni özü sulanmağa başladığı üçün buradan eləyəcəyik, lan şəkilçisini artıq bölməyəcəyik. Belə, artıq videomuzun sonuna gəldik və ümidvaram ki, bu tipli sözləri artıq təhlil etməkdə çətinlik çəkməyəcəksiniz və sonda yenə bir sözü sizə saxlamaq istəyirəm ki, onun 3 formada təhlili var. Şərh bölməsində, rəy bölməsində yazmağı unutmayın. Çox maraqlıdır. Görüm, düzgün formada təhlili kim eləyəcək. Alaq sözünün 3 mənası var və 3 də təhlil forması var. Və bu sözün təhlilini və mənalarını sizə saxlayıram. Belə, hələlik sağ olun, salamat qalın. Digər videolarımızda görüşənə qədər.